Bürclər həftəlik baxım 12 iyundan 19 iyun zamanlaması, hava ünsürləri, dolça, əkizlər, tərəzi. Baxaq həftəlik keçid olaraq dolçalardan yana. Baxaq dolçalar necə bir zaman keçidi var, dolçalar. Dolçalar bilirsiniz ki, gözəl şanslar var və bu şanslar sizin qapınızda. Bunu hiss edirsiniz, bunun qoxusunu alırsınız. Maddi balanslar yüksəlir. Amma özünüzü öz fikirlərinizlə çox yorursunuz ki, necə olacaq, nə cür olacaq, nə etməliyəm, necə etməliyəm, necə getməliyəm. Bu necələri bir kənara atsanız, həftəniz deyərdim ki, çox dolğun enerjidir. Bu həftə çalxalanma durumları dolça bəylərində daha çox maalesef ki göz önünə çıxacaqdır. Nə deməkdir? Bu maddi saha olaraq, danışıq söhbətləri olaraq, iş həyatı olaraq, şərikli iş həyatı olaraq, yarım qalma mövzuları, necə təkanlar etməliyəm, maddiyyatı riskləri almışam, necə bərpalara gətirə bilərəm kimi durumlarda suallarınız çoxalacaqdır. Amma sakit qalsanız, zamana buraxsanız və aldığınız risklərdən geri çəkilməyin, sadəcə irəli getməyi düşünərəkdən öz sövdələşmələrinizi təkmilləşdirə bilərsiniz. Xanım dolçalardan bəhs edəsi olsaq, yaxşı mənada oyun qurursunuz və bu oyunun tələsinə də özünüz düşəcəksiniz. Sözünüzdən incinməyin. Təbii ki, burada o ərgən, olğun deməzdim, ərgən yaşlı, gənc yaşlı xanımlardan bəhs edirəm. Özünüz-özünüzə münasibət hədəflərində qısqanclıq durumları olaraqdan, özünüz-özünüzə partnyor enerjiləri ilə danışıq, söhbət, sağ-sol göstərmələr edirsinizsə, yenə deyirəm, düzdür, dolçalar hər zaman IQ səviyyəsi ilə öncüldür, amma unutmayın ki, qarşınızda ağıllı insanlar var. Bu konulara diqqət edin, çünki ailə bağlarına da böyük narazılığa gətirib çıxarda bilər sizin bu stimullarınız sizi. Bəyəfəndi dolçalardan bəhs edəsi olsaq, dolçalar, dolça bəyləri daha doğrusu, münasibətdə evcilleşəcəksiniz, münasibətdə özünüzü qısıtlayacaqsınız. Burada xüsusən də təbii ki, pis çıxmasın, yanlış anlaşılmasın, anne kuzusu deməyək təbii ki, amma ailə bağlarına o qədər mükəmməl şəkildə çəkimlərini alacaqsınız ki, hər kəs ətrafdan sizə məhdəl baxacaq ki, necə yəni bu keçidlərdə bu qədər qısıtlanmalar dediyimiz cümlə partnyoru əslində biraz maraqlı situasiyalara gətirəcəkdir. Amma düz edirsinizmi? Əlbəttə ki, düz edirsiniz. Çünki uzun zamandır soyuq yanaşmalardasınız. Sizin bu soyuq yanaşmalarınıza demək olar ki, hər kəsin narazılığa gətiribdir. Həftənin son zamanlaması maddi planlamaların yüksəlişidir, iş həyatı yenilənməsidir, gediləcək yoldur, anidən tanışılacaq tərəf müqabilidir ki, bu da iş həyatında partnyor olaraqdan, çəkim olaraqdan çox gözəl enerjiləri sabitləyir. Davam edək əkizlərdən yana. Baxaq əkizlər. Dolçalar ümumiyyətlə çox sevinəcəksiniz bu həftə. Əkizlər. Həftəniz necə olacaq əkizlər bürcü? Baxaq. Əkizlər. Əkizlər qanınızı yenə qaraldıblar. Ümumiyyətlə qanınız qaradır. Dəllərə bağlayaq. Bu da maddi sahalar öncəliyidir. Sənət üzərindən gözlədiyiniz sütunları bərkidəcəksiniz. Sənət üzərindən yarım qalan sütunları bərkidəcəksiniz. Danışıq söhbətlər keçidi olaraqdan təbii ki. Burada əkizlərdə maraqlı bir nüans odur ki, hər gedişatı maddi konuyla deyil. Əgər burada bir danışıq, məntiq, öncəlik, çəkim, ağıllı konuşmalar varsa, mən orada varam dediyiniz cümlədə həftəniz sizə gözəllikləri gətirir. Maddiyyat yönü ilə düzələn keçidlər sizin öz rolunuz və obrazınız olaraq danışıqla da sövdələşmələrin aktivliyi deməkdirsə, demək ki, hər konunun maddiyyat üzərindən çəkimlərinin öncəliyi yoxdur. Burada sizin öz gücünüz də çox böyük rol oynayır. Həftənin orta zamanlamasında əkizlər, xanım, bəy fərq etməz ikili münasibətlər hədəfində çox gözəl dolğunlaşan enerjiləriniz var. Yorğun partnyor belə sizdən artıq razı qalmağa öz cəhdini göstərəcək, razı qalmağa çalışacağı durumlar var. Çünki özünüzdən asılı olan və olmayan gedişatlarla romantik abu-hava yaradacaqsınız təbii ki, ailə bağları adına, ikili münasibətlər adına. Amma əkizləri dost ətrafı ilə sınandığınızı gördüm. Bu da nə deməkdir? Ən loru dildə desək, bildiyim və bilmədiyim tərəflər olaraq, xarakterlər olaraq artıq hər kəsin siması düşən maskələr adına göz önündədir. Burada da öz hədəfinizə, öz seçiminizə, düzgün insanlara yönələcəksiniz. Həftənin son zamanı isə qələbədir. Nə anlamda? Ev həyatı, şəxsi həyatınız, iş həyatı, ümumi keçidlər adına çox gözəl abu-havalar var ki, xüsusən həftənin son 3 gününü dəyərləndirin deyərdim. Nədən? Çünki çox gözəl bərkimələriniz var, çox gözəl yüksəlişiniz var. Mən qazandım deyəcəyiniz cümlələr var. Bu yolla bağlı xəbərdir, bu işlə bağlı xəbərdir, bu hər anlamda zaten sənət aktivliyidir. Hər anlamda da daha doğrusu gözləntilərinizə gələn
ən mükəmməl cavabdır deyərdim əkizlər. Davam tərəzilərdən yana. Tərəzilər yenə sevgi axtarır. Tərəzilər yenə romantik axtarır. Tərəzilər zaten yaxşı mənada bu konuda bu gedişatlardan ibarət olan tutumlardadılar. Xoş danışıq, abu hava, söz söhbətlər keçidində öncəliyiniz, qürur verici status alacağınız nüanslar, hətta belə deyim, bir kutlama enerjisi deyərdim ki, şəxsi həyatınızda tək olan tərəzilər, sizə yaxşı bir belə deyim, xəbərimiz var. Sırf ikili münasibət olaraq, cütlük energetikası olaraq, yenilənmə olaraq çox gözəl sahalarınız var. Tərəzilər bu həftə naif olacaqsınız. Tərəzilər bu həftə özünüzü rahat hiss edəcəksiniz. Ailə bağlarında yaranan problemlərdə özünüzü də qınayırsınız tərəzilər. Bunu da söyləmədən keçməyəcəm. Bu şəraitləri mən yaratdım, mən qurdum dediyiniz cümlələr var. Çünki partnyor əlaqələri ilə xüsusən də bəyəfəndi tərəzilər burada öncüldür ki, bu şansları, bu gedişatları mən yaratdım. Bugün təzahürlər, gedişatlar mənim bilib-bilmədiyim qaynaqlardan qabarırsa, demək ki, mən özümü birinci mühakimə etməliyəm. Partnyor energetikasına inamınız azalıb maalesef ki, amma bunu tənzimləməyə çalışacaqsınız ki, olmaz. Sonuçta bir ailə bağı enerjim var, yüksələn keçidlərim var, anlaşılmayan mövzuları aktivləşdirməliyəm. Burada da əgər partnyordan bəhs edəsi olsa, onun ailə bağları, limitləri qabaran enerjidir və bu çəkimləri bərabərləşdirməyə çalışacaqsınız. Öncəlik nədir? Öncəlik bundan ibarətdir ki, yenə də ikili münasibətdəki o narazılıqlar çəkiləcəkdir. Gənc yaşda tərəzi xanımları, bəyləri dediyim kimi subaylığın daşını atırsınız. Nə gözəl, təbrik edirəm sizi. Həqiqətən çox gözəl. Bir çox tərəzi anlamında deyərdim ki, və xüsusən də son, baxın, həftədən bəhs etmirəm. İllər energetikasından bəhs edəsi olsa, 2 ildə iptallərə bağlayaq, təbii ki, ən gözəl takdir ilahi. Boşluqlarda qalan tərəzilər üçün bu həftənin balansı nədir? Anidən tanıma yolculuqları, anidən hədəflərə yönəlmək, partnyor enerjilərində seçimlər, anidən verilən qərarlar, anidən gedilən hədəflər sizi baxacaqsınız ki, zaman yolculuğunda ən dolğun enerjilərlə aktivləşdirir və tərəzilər bundan çox sevinəcəksiniz. Rutininiz olaraq, melankolikliğiniz olaraq hər keçidlər artıq sıfırlanır. Özünüzü sahada çox rahat, çox güvənli hiss edəcəksiniz. Sağlıqsal bölgülərdə daxır-daxırda enerjilər var ki, tamamən çəkilib gedəcəkdir və siz öz yolunuz, öz axınınız olaraq hərəkətlənmənizdə işıqlı bir hədəfdəsiz. Tərəzilər bu həftə gözəl evlilik təkliflərinə, etiraflara və özünüzün gedəcəyiniz evlilik və etiraflar təkliflərinə hazır olun. Uğurlar, aldım, qəbul etdim deyərəkdən ən gözəlindən təbii ki, bu enerjiləri çəkim alın. Ən gözəl taksiri ilahi, hayırlısı olsun.